Elə bir ilahi rəhbər tapa bilməzsiniz ki, onun qabağında hansısa bir zalim olmasın. Bu zalimlərin arasında axirət zamanda deyilən bir tağut zalim var ki, onu Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə buyurduğuna əsasən Adəm Peyğəmbərdən sona qədər bütün Peyğəmbərlər ondan bizə danışırlar. Və o axirət zamanda xüsusilə tapşırılan, insanları aldadan, hilə işlədən, yalan danışan, sehir, cadügərlik belə eləyən, ofsunlayan, insanları öz dalıca salan Dəccal olacaqdır. Sonda da o, ağamız Mövlamız İmam Zaman Əleyhisselamın əmri ilə İsa Peyğəmbər, onun köməkçisi, vəziri olan Həzrəti İsa'nın əli ilə öldürüləcək. Yaxşı, bu Dəccalın haqqında alimlərin fikirlərindən bəs şəxsdir, bir adamdır, yoxsa bir mədəniyyətdir, simvolik olaraq deyirlər, bunu da deyim sizə. Qardaşlar, insanları elə aldadacaq, möminlər belə aldanacaq. Allahlıq iddiası eləyəcək, Peyğəmbərlik iddiası eləyəcək və o Dəccalın özü, ona görə ehtiyatlı olun, hər cəhətdən Dəccalın adamları indən işə başlayıblar, təbliğat maşınları dayanmadan kinolar belə çəkirlər, İmam Zaman ağanı ki, yer üzərini gəlib ədalətlə dolduracaq, indən qabağını alsın olub. Baxırsan, yaxın şərqə qoşun tökən Amerika cinayətkar əskərlərinə gəzəndə kimi deyir, axtarın, İmam Mehdini axtarın. Bəli, bəli, etibarlı şəxslərdən, hətta alimlərdən həbsə atılan deyir ki, bizi dindirəndə deyirlər İmam Mehdi hardadır, yerin bilirsə bizə deyil. Kim onun dalınca düşəcək? Kimlər onun tərəfini tutacaq, Dəccalın tərəfini? Üzr istəyirəm, Dəccalın tərəfini tutanlar cəmiyyətdə olan ən əxlaqsız insanlar, ən tərbiyəsiz insanlar olacaqlar. Üzr istəyirəm, küçə qadınlarından tutmuş, haramzadələrə, münafiqlər, ikiyüzlü insanlar, yalancı insanları aldadanlar, dünyaya bağlı olanlar və çox maraqlıdır. Aralarında dinlərdən də Yəhudi millətçilər Dəccalın ardıca düşəcəklər. Və müsəlmanların da arasında nasibilər. Nasibi kimdir? Əhl-i beytlə düşmənçilik edib müharibə aparanlar nasibidirlər. Onlar olan dalıca düşəcəklər. Alimlər buyurur ki, bu hədisə əsasən Peyğəmbər buyurur ki, vəzifəmiz Dəccalın fitnəsindən qurtarmaqdan ötürü kimdən yapışmaydı? Həqiqəti Allah bilər. Amma fitnəsi çox ağır olacaq. Bir Süfyanın fitnəsindən danışırlar. Bir də Dəccalın fitnəsindən. Qardaşlar, bu Dəccal siyasəti bu günləri ehtiyatlı olun, hələ də davam edir. Bu günləri dünyada, xüsusən Sihyonist Yəhudilər tərəfindən kinolar çəkilir. Axirət zamanda bir döyüş var. Ən mühüm döyüş nöqtəsi Armagedon döyüşü. Haqqında kinolar çəkiblər. Onlar Dəccalı indidən cəmaata ehtiyatlı olun, İmam Mehdi kimi tanıtırlar. Xristiyanları da aldadmaq istəyirlər ki, Dəccal elə Əhl-i Beytin, şiyələrin gözlədiyi kimdir? Mehdi əleyhissalamdır. Tarix boyu Peyğəmbərlərin, Allahın salamı olsun onlara və onların haqq canişinlərin, ilahi rəhbərlərin missiyasının qabağında duran zalim, tağutlar, şəxsiyyətlər olublar. Oxuyun Peyğəmbərimizin həyatını, Allahın salamı olsun ona və əhl-i beytinə və bizim Peyğəmbərdən qabaq olan bütün Peyğəmbərlərin həyatını oxuyun. Elə bir ilahi rəhbər tapa bilməzsiniz ki, onun qabağında hansısa bir zalim olmasın. Bu zalimlərin arasında axirət zamanda deyilən bir tağut zalim var ki, onu Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə buyurduğuna əsasən Adəm Peyğəmbərdən sona qədər bütün Peyğəmbərlər ondan bizə danışıblar. Fironlar, Nəmrudlar, Şəddadlar, Hamanlar, Muaviyələr, Yezidlər, nə qədər desin siyahı uzundur. Amma bunların arasında biri var, onu bütün Peyğəmbərlər, Allahın salamı olsun onlara bizə deyiblər ki, ehtiyatlı olun ondan. Və o axirət zamanda xüsusilə tapşırılan, insanları aldadan, hilə işlədən, yalan danışan, sehir, cadügərlik belə eləyən, ofsunlayan, insanları öz dalıca salan Dəccal olacaqdır. Sonda da o, ağamız Mövlamız, adı Peyğəmbərin adı daşıyan İmam Zaman Əleyhisselamın əmri ilə İsa Peyğəmbər, onun köməkçisi, vəziri olan Həzrəti İsa'nın əli ilə öldürüləcək. Amma fitnəsi çox ağır olacaq. Bundan qabaq necə sizə danışdım Süfyanidən, dedim Əhl-i Beyt imamlarımız əleyhumussalam bizə buyurublar ki, Süfyanın fitnəsi çox ağır olacaq. Hətta o qədər düşmənçilik olacaq ki, insan adlarına Əli, Fatimə,
Həsən, Hüseyn əleyhissalamı adlarla belə düşmənçilik edəcək. Bu Dəccalın da missiyası Süfyandan fərqli olaraq daha geniş olacaq. Fərq nədədir? Fərq buyururlar ki, Süfyanı İslam ümmətinin arasından, müsəlmanların arasından İslam bayrağını, Osmanın adını bəhanə eləyib, bayraq eləyib, Suriya, İraq və bu ərazilərdə qanlar tökəcək, cinayətlər eləyəcək. Amma Dəccalın fitnəsi bütün yer kürəsində olacaq. Nəinki müsəlmanlar, xristiyanlar, yəhudilər, şərqdən qərbə nə var, hamısı o Dəccalın fitnəsinə imtihan olunacaqlar. Bəziləri onu hətta zuhurun əlamətlərindən bildiriblər. Deyiblər ki, zuhurdan qabaq Dəccal adında bir fitnəkar olacaq, insanları azdıracaq. Amma bəzi alimlər buyururlar ki, yox. İmam Zaman əleyhissalamın zuhurundan sonra ona qarşı çıxan zalim, tağut, diktatorlardan, cinayətkarlardan biri də Dəccal olacaq. İmamın ədalətli hakimiyyət ki, yer üzərində onu qurmaq istəyir, hökumətinin qabağında duracaq və imamın əmri ilə sonda öldürülüb cəhənnəmə yola salınacaq. Çox fitnəkar olacaq. Dəccal sözünün mənası, elə lüğətə baxırıq, Dəccal sözünün mənasını deyiblər, çox yalan danışan, aldadan, hiləgər, hoqqabaz, haqqı gizlədən, sehr, cadudan, hətta bəzi elmlər ki, onun əlində var, indi ola bilsin, o zaman o elmlər olacaq. Müasir elmlər də ki, süni intellekt deyək, internet deyək, nə də ondan istifadə edib, hər evlərə girib, hər bir dəstəyə, millətə fitnə eləyəcək. Öz ardıca salacaq. İnsanları Allahdan yayındırıb Allahlıq iddiası eləyəcək. Peyğəmbərdən ayrıq peyğəmbərlik iddiası eləyəcək. Çox fitnəkar olacaq. Gördüyü işlər də elə adına uyğun olacaq. Necə ki, Dəccal kəlməsinin mənasını dedim, hiləgər, yalancı, adam aldadan deməkdir. Cəmaatı günaha çəkəcək. Allaha qarşı çıxardaq. Peyğəmbərlik iddiası belə eləyib Allahlıq iddiasına düşəcək. Maraqlı budur, bu Dəccal haqqında dediyim kimi Süfyandan fərqli olaraq digər dinlər, xristiyan və məsihilər də danışırlar. Mən məlumatı olsun, araşdırmaq istəyənlər üçün qısa deyirəm. Həm yəhudilər, həm xristiyanlar, məsihilər, onlar da Dəccaldan kitablarında danışırlar. Xristiyanlar ona Antikrist, İsa Peyğəmbərin düşməni adını veriblər. Və o, Yuhannanın İncilində 3 dəfə yaxud da artıq deyirlər adı çəkilib. İndiki Yuhannanın İncilində haqqında danışılıb. Yahudilərdə hətta Dəccal kəlməsinin İbrani dilindən gəldiyini deyirlər. Dəccal, Allahın düşməni deməkdir mənasında işlədiblər. Bəzi yerdə ona Armilus adını veriblər. Hamısının fikri eynidir. Axirət zamanda olacaq, çox böyük fitnələr eləyəcək. İnsanları aldadıb küfrə, günaha, fitnə fəsada qarşı çəkəcək, tərəf aparacaq. Əhl-i sünnə qardaşlarımızın da bizlə kitablarında Dəccal haqqında kifayət qədər məlumat var. Amma fərq budur. Onlar Dəccalın gəlişini bizdən bir yerdə qəbul edirlər əhl-i sünnə və sonda İsa Peyğəmbərin əli ilə öldürülməyindən danışırlar, amma onu zuhurun yox, qiyamətin əlamətlərindən bilirlər ki, Dəccaldan sonra daha qiyamət barıb olacaq ki, amma bizim Əhl-i Beyt hədisləri bunu təsdiqləmir. Təbəri təfsirində, o cümlədən İbn Kəsir öz təfsirində bu barədə danışıblar. Bəs bunun özü haqqında daha nə deyiblər? Deyiblər, bu əgər insan kimi onu götürsək, Dəccal əgər bir insan olsa, Yəhudizadədir. Yəhudi nəslindəndir. Yəhudi soyundandır. Əhl-i sünnə qardaşlarımızın da kitablarında Avlusi və Cəlaləddin Suyuti Əd-Durrul Mənsur kitabında buna toxunublar. Kim onun dalınca düşəcək? Kimlər onun tərəfini tutacaq, Dəccalın tərəfini? Üzr istəyirəm, Dəccalın tərəfini tutanlar cəmiyyətdə olan ən əxlaqsız insanlar, ən tərbiyəsiz insanlar olacaqlar. Üzr istəyirəm, küçə qadınlarından tutmuş, haramzadələrə, münafiqlər, ikiyüzlü insanlar, yalancı insanları aldadanlar, dünyaya bağlı olanlar və çox maraqlıdır, aralarında dinlərdən də Yəhudi millətçilər, hər Yəhudi yox, Yəhudilər bizim düşmənimiz deyil. Sehyonistlər ki, uşaq qatilidir, onlar bizim düşmənimizdir. Yəhudi millətçilər Dəccalın ardıca düşəcəklər və müsəlmanların da arasında nasibilər. Nasibi kimdir? Əhl-i Beytlə düşmənçilik edib müharibə aparanlara nasibidirlər. Onlar olan dalınca düşəcəklər. Onun haqqında bizə məlumatları Əhl-i Beyt imamlarımız bəs necə verib? Əhl-i Beyt imamlarımız onun haqqında məlumat bizə veriblər. Amma fərqi budur ki, bəzi yerdə ki, eşitmişsiniz, Dəccal təpəgözdür, buynuzu var, bir gözü var, alnında filan yazılıb, boyu hündürdür. Bəzi onlara alimlərimiz qəbul eləmirlər, onlar digər
məzhəblərin kitabında gəlib. Amma bizim Əhl-i-Beyt alimlərimizdən gəlməyib, əgər də hansısa bir hədisi nəql edilirsə, onların kitabından nəql edilib, deyib ki, bu Əhl-i-Sünnə qardaşlarımızın kitabıdır. Amma bizim Əhl-i-Beyt imamlarımızdan onun haqqında bu gəlib ki, Dəccal çox fitnəkardır, insanları azdıracaq, Əhl-i-Beyt düşmənləri də onun dalınca düşəcəklər. Amma bu deyilənləri daha alimlər deyirlər ki, xurafat və şişirtmələrdir. Bəsair-ü Dərəcat kitabında Həzrəti Əli İslamdan nəql edir ki, imam buyurdu, nə qədər ki, məni əldən verməmisiniz, məndən soruşun. Səluni qəblə ən təfqiduni. İmamın kəlamıdır. Hər kəs bu iddianı eləyənməz. Nəyi bilmirsiniz? Məndən soruşun. Nə qədər sizin aranızdayam, məndən soruşun. Hər sualınız var, deyin. And olsun Allaha, məndən siz elə bir dəstə barəsində soruşmazsınız ki, bir nəfər olsun, 100 nəfərə başçı olsun, sizə məlumat verərəm ki, o rəhbər kimdir, dəvət edən kimdir, ta Dəccalın zəmanəsinə qədər. İmam deyir, bütün dünyada çıxan bu zalimlər, rəhbərlər, hamısını bir-bir sizə deyirəm, Dəccaldan da sizə xəbər verirəm. Bəzi hədislərdə sonra imama sual verilir, Dəccaldan danış, imam danışır onun haqqında. Çox müfəssəl, genişdir. Əbu Zər, Allahın rəhməti olsun ona, Peyğəmbər sahabəsidir. Allahın salamı olsun Peyğəmbərə və Əhl-i Beytinə. Deyir, tutmuşdu Kəbə evinin qapısının halqasından, üzün tutdu cəmaata dedi, kim məni tanıyır? Mən Cündəbəm. Onun adı Cündəb olub. Məni bu adla tanıyanlar tanıyır. Amma tanımayanlar isə mən Əbu Zərəm. Əbu Zər hamı tanıyır ki, bu Peyğəmbər sahabəsidir. Peyğəmbər onu tərifləmişdi. Mən Əbu Zərəm. Peyğəmbərdən eşitdim. Peyğəmbər buyurdu, hər kəs mənimlə bu zəmanədə və sonraki zəmanədə mənimlə, Əhl-i Beytimlə düşmənçilik etsə, Allah Teala onu axirət zamanda Dəccalın dəstəsində gətirər. Kim düşməndirsə bilsin kimi dəstəsinə gələcək? Dəccalın dəstəsində. Həqiqətən mənim Əhl-i Beytim Nuhun gəmisi kimidir. Hər kəs ona süvar olsa, o gəmiyə minsə, nicat tapar. Hər kəs ondan boyun qasırsa, suda batıb qərq olar. Mənim Əhl-i Beytim Bəni İsrailin Qur'an-ı Kərimdə dediyi hittə qapısıdır, rəhmət qapısıdır. Kim ondan keçsə nicat tapar, kim ondan daxil olmasa həlak olar. Alimlər buyurur ki, bu hədisi əsasən Peyğəmbər buyurur ki, vəzifəmiz Dəccalın fitnəsindən qurtarmaqdan ötürü kimdən yapışmaydı? Əhl-i Beytdən. Kim Əhl-i Beytdən üz döndərsə Dəccalın dəstəsinə gedib çıxacaq başı. İmam Sadiq əleyhissalamın Məhasin kitabı nəql edir. Peyğəmbər Allahın salamı olsun ona və Əhl-i Beytinə buyurdu. Hər kəs biz Əhl-i Beytlə düşmənçilik eləsə, Allah Teala onu Yəhudilərlə məhşur eləyər. Onlarla bir cərgədə gətirər. Dedilər, Peyğəmbər, o kəlmə-i şəhadət desə də, müsəlmandır. Allaha, Peyğəmbərə sizə şəhadət verir. Peyğəmbər buyur ki, bəli, kəlmə-i şəhadət desə də, o kəlmə-i şəhadət onun dərdinə harda dəyir? Müsəlmandırsa onun qanı tökülməz. Ondan mal cizyə alınmaz. Nə olsun müsəlmandır? Əhl-i Beytlə düşmənçilik eləyən, Yəhudilərlə bir yerdə məhşur olacaq. Sonra soruşdular, Peyğəmbər, bu necə ola bilər? Peyğəmbər buyurdu. Çünki o Dəccalı görsə, Dəccala iman gətirər. Dəccala iman gətirən deməli kimdir? Əhl-i Beytin düşməni olar. Yaxşı, bu Dəccalın haqqında alimlərin fikirlərindən bəs şəxsdir, bir adamdır, yoxsa bir mədəniyyətdir, simvolik olaraq deyirlər, bunu da deyim sizə. Qardaşlar, bəzi alimlər buyurur ki, Dəccal şəxsdir. Əksər alimlərin rəyi budur. Dəccal şəxs olacaq. Çünki hədislərimizə əsasən onu axırda İmam Zaman əleyhissalam öldürəcək, deyəcəyəm inşallah. Deməli, bu şəxsdir ki, İmam Zaman onu öldürür. Yaxud da onu anadan olmağından, filan şəhərdə olmağından da hədislərdə danışılıb. Amma bəzi alimlər buyururlar ki, Dəccal bir dənə deyil. Dəccallar çox olacaq. Hər zamanənin Dəccalı var. İmam Zaman əleyhissalamın gəlişindən qabaq olan Dəccal ən qəddar Dəccal olacaq. Ən cinayətkar, ən çox insanları aldadan ofsunniyanca Dəccal olacaq. Ən təhlükəli Dəccal axirət zamanda İmam Zaman ağanın dövründə olan olacaq. İnsanları elə aldadacaq. Möminlər belə aldanacaq. Allahlıq iddiası eləyəcək. Peyğəmbərlik iddiası eləyəcək. Və o Dəccalın özü şəxsdir. Amma bəzi zamanlar ki, yox, o şəxs olmaya bilər. Dəccal haqqında deyilən ki, aldadır, insanlara hiləgər işlərlə ofsunlayır, sehr, cadu edir. Bundan məlum olur ki, o bəlkə də simvoldur. Bu günləri şeytanpərəstlər, satanistlər, qərb dünyasında xüsusilə İslama qarşı, haqqa, ədalətə qarşı birləşən bir özünə imperiya quran mədəniyyət, iqtisadiyyat, siyasət, hamı Dəccal siyasətidir. Dəccal iqtisadiyyatıdır. İqtisadiyyatla ölkəni məhv eləsin, siyasətlə ölkələri sındırsın. Hamının bunun adı Dəccaldır. Bir şəxs deyil, müxtəlif hiləgər bir siyasətlər Dəccal siyasətidir.
Həqiqəti Allah bilər. Amma fitnəsi çox ağır olacaq. Bir Süfyanın fitnəsindən danışıblar. Bir də Dəccalın fitnəsindən. Necə Süfyanını İmam Mehdi əleyhissalam öldürəcək, Dəccalı da İmam Mehdi əleyhissalam öldürəcək. Bununla bağlı bizim kitablarımızda olan hədislərin bir neçəsini deyirəm. İmam Sadiq əleyhissalam buyurur ki, Allah Taala 14 min il məxluqatı, xilqəti yaratmamışdan qabaq 14 dənə nur yaradıb. Soruşdular, ağacan, Peyğəmbər balası, o 14 nur kimdir? 14 min il dünyadan qabaq, xilqətdən qabaq yaradılıb. İmam buyurdu, Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyn əleyhissalam və İmam Hüseynin nəslindən olan 9 dənə imam, onların axırıncısı İmam Zaman ağanın bir adını çəkdi ki, ayağa duranda unutursan, sonra deyirdi. O həmin şəxsdir ki, Dəccalı zülm eləyəndən sonra, yer üzəri zülmlə dolandan sonra Dəccalı öldürəcək, ədaləti bərpa eləyəcək. Başqa bir hədisdə imamlarımız özünə fəxr eləyəndə, bizi özünü tanıtdıranda deyiblər ki, Peyğəmbərin nəsli bizi, İmam Hüseyin bizdəndir, Cəfəri Təyyar ki, Behişdə bizdəndir, Həsən və Hüseyin bizdəndir və ki, var, Dəccalı öldürən Mehdi biz Əhl-i Beytdəndir. Allahümmə salli ala Muhammed. Şeyx Saduqun nəqlinə əsasən Dəccal hər yeri fitnə fəsadla dolduracaq. İmam Zaman ağanın əmri ilə yer üzərinə hal-hazırda sağ olan, Allahın dərgahında olan İsa Peyğəmbərin gəlişindən sonra İsa Peyğəmbər ona vəzir olacaq. Beytül-Müqəddəsdə namaz qılınacaq. Birinci qibləmizdə inşallah. Və İmam Zaman ağa piş namaz olacaq. İsa Peyğəmbəri arxasında namaz qılacaq. Və İmam Zaman ağanın əmri ilə İsa Peyğəmbər Dəccalı qətlə yetirəcək. Və hədislərdə buna işarə olunub. Amma söhbətimin sonu. Qardaşlar, bu Dəccal siyasəti bu günləri ehtiyatlı olun, hələ də davam edir. Bu günləri dünyada, xüsusən Sihyonist yəhudilər tərəfindən kinolar çəkilir. Axirət zamanda bir döyüş var. Ən mühüm döyüş nöqtəsi Armagedon döyüşü. Haqqında kinolar çəkiblər. Onlar Dəccalı indidən cəmaata ehtiyatlı olun, İmam Mehdi kimi tanıtdırırlar. Xristiyanları da aldadmaq istəyirlər ki, Dəccal elə Əhl-i Beytin, şiyələrin gözlədiyi kimdir? Mehdi əleyhissalamdır. Nə qədər bunun haqqında kinolar, filmlər çəkiblər ki, İmam Zaman ağanı Dəccal kimi qələmə versinlər. Ona görə ehtiyatlı olun. Hər cəhətdən Dəccalın adamları indən işə başlayıblar. Təbliğat maşınları dayanmadan kinolar belə çəkirlər. İmam Zaman ağanı ki, yer üzərini gəlib ədalətlə dolduracaq, indən qabağını alsın olub. Baxırsan, yaxın şərqə qoşun tökən Amerika cinayətkar əskərlərinə gəzəndə kimi deyir, axtarın? İmam Mehdini axtarın. Bəli, etibarlı şəxslərdən, hətta alimlərdən həbsə atılan deyir ki, bizi dindirəndə deyirlər, İmam Mehdi haradadır? Yerin bilirsə bizə deyil. Dəccalla bağlı ən çox fikir hal-hazırda insanlarda formalaşdıran yəhudilərdir, Sihyonist yəhudilər. Nəyə görə? Bilirlər. İmam Zaman ağa gəldi, onların əsl Dəccalın boynunu vuracaq, Yəhudilər Dəccalın ardıcılı olacaq, Sihyonist yəhudilər indidən özlərini təmizə çıxarsınlar deyə Dəccalı İmam Mehdi əleyhissalama deyib özlərini pak təmizə çıxarmaq istəyirlər. Amma Allahın vədəsi haqdır. Allah Teala Quran-Kərimdə vədə verdiyi kimi bir gün o gələcək, yer üzərində haqqı ədaləti İsa Peyğəmbərlə bərpa edəcək. Təmiz, pak, həqiqi yəhudilər də İmam Zaman ağaya iman gətirəcəklər. Amma qalanlar ki var, hətta İslam cildində olanlar, müsəlman cildində olanlar, ərəblərin arasında xüsusilə deyiblər, olanlar da İmam Zaman ağaya qarşı çıxacaqlar. İmam Zaman ağaya qarşı çıxıb qanlar tökəcəklər, amma sonda İmam Zaman ağanın ədalətli hakimiyyəti yer üzərində qurulacaq.